Narahat olmayın, müharibə bitsin, qayıdacam. Özünüzü də tox tutun. Qismətimdə şəhid olmaq varsa, olacam. Əksinə, mənim adıma sevinin ki, bu ali mərtəbəyə layiq olacam. Yox, şəhid olmasam, sağ qalsam, Şuşanı azad edib oğlumun ad gününə kimi qayıdacam. Sən süfrəni hazırla, məni gözlə. Qarabağımızın azadlığı uğrunda canından keçən şəhid baş leytenant Allahverdiyev Babək Bəxtiyar oğlunun dediyi sözlər hələ də yoldaşının hafizəsindən silinmir. Babəkin dediyi kimi, şəhid olduğu üçün onunla fəxr edirəm, deyir. Babək 1979-cu il may ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdu. Hələ uşaqlığından hərbiçi olacağı qərarını verən Babək, Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olaraq şərəfli zabit həyatının sirlərini öyrənməyə başlayır. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur və leytenant rütbəsi alaraq məzun olur. Babək həmçinin idmana həvəsli olub, karate və kickboxing ilə məşğul olub. Oğullarını da özü kimi hərbiçi görmək istəyən Babək uşaq yaşlarından onlara vətən sevgisini aşılayır. İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşə atılan Babək fiziki göstəricilərinə, hərbi savadına görə ön cəbhədə döyüşən zabitlərimizdən olmuşdu. Oğlumun ad gününə Şuşanın azadlığını ona hədiyyə edəcəm deyən zabitimiz yorulmadan, qorxmadan vuruşur, düşmənə qan ötürür. Qub adlı Xocavənd Füzuli istiqamətinə gedən döyüşlərdə xüsusilə fərqlənir, düşmənin qorxulu rüyalarına çevrilir. Şuşa uğrunda gedən döyüşlərdə də ön sıralarda olur. Kəşfiyyat bölük komandiri kimi Şuşaya ilk yol açanlardan biri olan Babək, elə noyabrın 4-ü Şuşa uğrunda gedən döyüşlərdə də şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Füzulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə cəsur döyüşçü, vətən uğrunda medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid baş leytenant Allahverdiyev Babək Bəxtiyar oğlu Bakıda 2-ci Şəhidlər Xiyabanında torpağa tapşırılır.